Dostlar, gəldik çıxdıq Brüsselin ən məşhur, nəinki Brüsselin, Avropanın ən məşhur meydanlarından biri sayılan Grand Palace meydanına. Bunun kökü 12-ci əsrdən başlayıb tikilməyə. Bax, burada mərkəzdə ratuşa deyirlər, yəni şəhərin başçısı, burqomistr. Görün nə boyda onun gülləsi var. Ətraf binalar isə sanki bir-birindən yarışa gelirlər ki, kimin binası daha gözəl olacaq. Və müxtəlif gildiyalar, yəni çörək pişirənlər, nə bilim balıqçılar, bax bu hamısı ayrı-ayrı evlər, ayrı-ayrı o sənətkarlara aid olan bir binalardır. Yəni mən bunu bir dəqiqə ərzində dairəni eləyim ki, görəsiniz ki, bax, bu dünyanın ən məşhur meydanlarından biri sayılan Grand Palace'dır. Bu ümumiyyətlə qarşılığında, bax, bu Korolevski dom deyirlər, bir də Ratuşa. Buna Xlebni dom da deyirlər, yəni çörək evi, amma kral evi də deyirlər.